Ətrafımıza baxırıq ki, bəzi insanlar gündən-günə imkanlarını artırır. Biz isə elə olduğumuz yerdən qabaq addım ata bilmirik. Çox işləyib çox yoruluruq. Amma nədənsə elə olduğumuz yerdə sayırıq. Bir labirintin içərisində həbs olmuş kimiyik. Ancaq yerimizdə dönürük. Onlar isə bu labirintdən çıxmağın yolunu tapıblar. Elə düşünürük ki, necə daha imkanlı ola bilərəm? Necə uğurlu ola bilərəm? Cavabları ağlımızda canlandırdıqda o qədər uzaq bir xəyal kimi gəlir ki, bu haqda düşünməkdən əl çəkib, təkrar labirintin içərisində eyni yollardan keçərək dönməyə başlayırıq. Bugün sizə bu labirintdən çıxmaq üçün 2 yol təklif edəcəm. Diqqətinizi sadəcə dediklərimə verin. Amma əvvəlcə sizə bir sualım var. Bugün gördüyünüz işlərdən hansını görməsəydiniz, həyatınız geriyə doğru gedərdi? Bu sualın cavabını tapıb elə davam edin. Birinci üsul Pareto üsuludur. Pareto İtalyandır. Bir gün bu adam fərqində olur ki, İtaliyadakı torpaqların 80%-i əhalinin 20%-nindir. Yəni torpaqların böyük hissəsi 15-20 zəngin insanındır. Qalan kiçik 20%-i isə əhalinin çoxunundur. Daha sadələşdirsəm, ölkədə 100 ev varsa, bunun 80-ı 20 nəfərindir. Yerdə qalan 80 insanı isə sadəcə 20 ev var. Bunun bizim həyatımızda böyük rolu var. Bizlər zamanımızın 80%-ni boş işlərə xərcləyirik. Gün ərzində gördüyümüz işlər isə sadəcə 20%-dir. Əgər biz həyatımızdakı boş zaman xərci olan işlərimizi artlayıb bir kənara qoysaq və bütün enerjimizi əsas 20%-li işə sərf etsək, yerimizdə saymaqdan da qurtula bilərik. Zəngin düşüncəsi ilə kasıb düşüncəsi arasındakı fərq bilirsiniz nədir? Bəs mən gün görməyim düşüncəsidir. Kasıb düşüncəsində olan insanlar düşünür ki, günlərim əlimdən gedir, heç nə edə bilmirəm. Tez bu günümü gözəlləşdirməliyəm. 5 manatım var, gedim çayxanaya ən azından başım açılar. Və əlində olanı lazımsız boş yeri xərcləyir. Sonra da 5 manatı təkrar qazanmaq üçün gedir orada burada hamballıq eləməyə. Əvvəlcə bunu ağlınızdan çıxardın. Bizim gün yaşamaq kimi bir imkanımız yoxdur. Yaşadığımız da gün deyil, sadəcə baş alladmaqdır. Nə vaxt ki, həyatını yoluna qoyarsan, hədəfinə çatarsan, istədiyin işi qurarsan, onda o gün dediyini yaşayarsan. Və onda deyərsən ki, əsl gün budur, mən boş-boş özümü alladırdım. Birinci üsulda boş işlərdən uzaq dururuq. Hədəfimiz nədirsə, ona doğru gedirik. İkinci, tərs çevirmə üsuludur. Özümüzə verdiyimiz sualları tərsinə çevirəcəyik. Misal üçün, nə etsəm uğurlu olaram demək yerinə, nə etsəm uğursuz olaram deyin. Və ağlınıza gələn, sizi uğursuzluğa aparan şeyləri tək-tək sıralayın. Ondan sonra da onlardan qaçın. Siz uğursuzluqdan uzaqlaşdıqca, məcbur uğura qaçmış olacaqsınız. Necə imkansız olaram? Tək-tək sıralayın. Sizi imkansızlığa aparan şeylərdən qaçmağa çalışın. Bu zaman imkana qaçmış olacaqsınız. Əgər bu iki üsulu həyatınıza yerləşdirə bilsəz, olduğunuz yerdə qalmaqdan çıxacaqsınız. Bu videonu burada sonlandırıram. Əgər bu videonu bəyəndinizsə, kanalıma abunə olub, yeni videolarımdan xəbərdar olmaq üçün bildirişlər aça bilərsiniz. Suallarınız varsa R-yə yazıb, videonu da bəyənə bilərsiniz. Növbəti videoya qədər hələlik.